Mənə görə ən dadlı qayğanaq Naxçıvan qovurması ilə olandı. Qovurma yox, özdə qavurma. 4 kilo mal əti, 2 kilo quyruq istifadə elədim. Əslində bunu payızın sonları eləyib qışa tədarük görürlər. Etiraf eləyim ki, mən xeyli gecikmişəm. Mal ətini eyni ölçüdə doğrayıb soyuq su ilə yuyuram. Qazana su töküb su ilə qaynadıram. Keçirəm quyruğun yağını çıxarmağa. Yaxşı qızmış dağ tavaya quyruğu əlavə edib, əvvəl ağzı bağlı, sonra tez-tez qarışdıra-qarışdıra yağını çıxardıram. Ta o həddə qədər ki, cızdaq qızılı rəng alır, yağın köpüyü azalır. Yağını süzüb cızdağını ayırıb dondurucuda yeməklər üçün saxlayıram. Uşaq vaxtı anam həmişə cızdağa duz səpib nəlbəkidə mənə verərdi. Hələ də uşaqlığımdakı kimi çox sevirəm bu delikatesi. Qaynayan əti isə süzüb bulyonunu ərişdə üçün ayırıram. Növbəti videolarda Naxçıvan ərişdəsi reseptini paylaşacağam. Quyruğun yağını yaxşı qızdırıb tikətləri bura əlavə edirəm. Tez-tez qarışdırıb qovururam. Əgər tikənin kənarı az qovrulubsa, deməli biraz da qovurmalıyam. Bütün ətlər bərabər rəngdə qızaranda deməli hazırdır. Böyüklərdən eşitdiyim qədərilə qavurma 40 günə yağın içində hazır hala gəlir. Milli mətbəximizdə ətin qışa tədarük üsulları bölgələrə görə müxtəlifdir. Fransızların ördək konfisi varsa, bizim də Naxçıvan qavurmamız var. Videonu Naxçıvanlı olan bütün dost tanışınıza göndərin ki, qoy sevinsinlər. Bəs siz yemisiniz Naxçıvan qavurması?